Mən də hər kəsi salamlayıram. Təşkilat komitəsinə öz minnətdarlığımı bildirirəm. Bu splenomeqaliya deyəndə indi bizdə belədir. Hematoloqa mı gedək, gastroenteroloqa mı gedək deyə xəstələr bəzən tərəddüd içərisində qalır, amma yurt dışında bir pediatristə gedilir, pediatrist araşdırılır. Hangi problem varsa da mütəxəssisə yönləndirilir, amma təəssüf ki bizdə bu belə deyil. İndi tanımlama ilə başlamaq istəyirəm. Nə deməkdir splenomeqaliya? Fiziki müayinə və hər hansı bir görüntüləmə metodu ilə dalaq ölçülərinin yaşa görə böyük olmasıdır. Fiziki müayinə zamanı dalaq kənarından 2 sm ələ gəlməsi və daha böyük ələ gəlməsidir. Yeni doğanlarda təxminən 30% hallarda normal ola bilir. Tezliyi sağlıqlı məktəb yaşlı uşaqlarda 10%, yeniyetmələrdə 3%-in altında dalaq ələ gələ bilər, amma normal ola bilər. Yəni problem bəzən olmaya bilir. Bir də var massiv splenomeqaliya, danağın çalaqda ənlənməsi, orta xətti keçməsi kimi tanınır. Bəzən o qədər massiv olur ki, orta xəttdən sağ tərəfə də keçir. Adətən dalaq infarktı və ya perisplenitdə daha çox olur. Normal dalaq ölçüləri 12 cm uzunluq, yəni 7 cm, yəni 10 cm kraniokaudal diametri ultrasəslə. Yerləşməsi midaksillər xəttdə 9-10-11-ci qabırğalar arasında olur. Yaxşı əllənə bilməsi üçün yəni daha çox böyüməlidir. Hər əllənən dalaqda anormal sayılmaya bilir. Burada da normal dalaq uzunluğunun yaşa görə sərhədləri var və ya bunu qabaca bir formula da hesablamaq olar. 6 üstə gələk 1/3 vuraq yaş formülü ilə də təxmini hesablamaq olar. Splenomeqaliya bir xəstəlik deyil. Splenomeqaliya müxtəlif xəstəliklərin təzahür formasıdır. Çox sayda xəstəlik özünü splenomeqaliya ilə göstərə bilir. ABD-də total populyasiyonda rast gəlmə tezliyi təxminən %3'dür. Etiologiyası da coğrafi regiondan asılı olaraq çox dəyişkəndir. Məsələn, Asiya, Afrikada daha sıx görülür. Burada orada olan xəstəliklərə bağlıdır. Endemik bölgədir çünki bəzi xəstəliklər üçün. O yüzden daha sıx görülə bilir. Bir də var hipersplenizm. Əslində bəzən splenomeqaliya və ya hipersplenizm bəzən eyni yerdə istifadə olunsa da əslində bir qədər fərqli bir termindir. Splenomeqaliya dalağın ələ gəlməsidir. Hipersplenizm isə klinik bir sindromdur. Splenomeqaliya, pansitopeniya, hiperselülər sümük iliyi splenomektomiya sonrası da normala dönə bilir. Yəni müxtəlif xəstəliklərdə hipersplenizm ola bilir. Bizim qaraciyər xəstəliklərində, xüsusən Wilson xəstəliyində, portal və trombozunda hipersplenizm olur və hər üç seridə xəstə bəzən pansitopenik və ya pansitopenik kimi də qarşımıza gələ bilir. Dalaq çox önəmli bir orqandır bədəndə. Çox sayda funksiyaları var. Ən sıx immun hematopoietik funksiyaları var. Həmçinin vücuddan anormal qırmızı qan hüceyrələrini dövriyyədən çıxarmağa xidmət eləyir. Bətin daxili dönəmdə hemopoietik bir orqandır. Hamiləlik zamanı da və ekstrauterin dönəmdə də bəzən eritroid, mieloid, megakaryosit, limfoid və monosit makrofag sistemini dəstəkləyə bilir. Təxminən trombositlərin 1/3 hissəsi burada toplanır. Məsələn, bizim qaraciyər xəstəliklərinin çoxunda trombositopenik olur. Bəzən yəni hətta 100.000 civarında bizim Wilson xəstələrində, biraz sirrozlarda falan yəni trombosit sayısı düşür hipersplenizmdə və çoxu da dalaqda görülənə bilir. Dalaq çıxardanda adətən rezervuar funksiya aradan qalxır və trombosit sayısı tromboz riski olmadan arta bilir. Burada anatomiyasında qırmızı pulpa, ağ pulpa, sinusoidlər var. Yəni bunların hər birinin öz funksiyası var. Mən onlar haqqında çox danışmaq istəmirəm. Splenomeqaliya klinik olaraq həm primer xəstəliklərdə, həm də sistemik xəstəliklərinin nəticəsi olaraq çox sıx görülür. Bu səbəblə diferensial diaqnoz məqsədi ilə olunacaq testlər dalağın özünə deyil də sistemik xəstəliklərə aid olmalıdır. Çox zaman bizim xəstəliklərdə və ya hematoloji xəstəliklərdə də hepatomeqaliya ilə birlikdə rast gəlinir və hepatosplenomeqaliya şəklində görsənir. Splenomeqaliya xəstəliklər zamanı reaktiv retikuloendotelial hiperplaziya, limfoid hiperplaziya, anormal hüceyrə infiltrasiyası, ekstramedullar hemopoiez, vasküler konjesyon və sair mexanizmlərlə dalağı böyüdə bilir. Primer splenomeqaliya dedik, bir də sekonder dedik. Yəni sistemik xəstəliklərə, daha çox sistemik xəstəliklərdə, yəni digər orqan sistemlərin xəstəliklərində çox sıx görülür. İnfeksiyalar,
malignansiler, bədxassəli şişlər, immunoregulyasiyon pozğunluqlarıdır, hemolitik anomiyalardır, portal hipertenziya, depo xəstəlikləri, dalağın özünün primer xəstəliklərində çox sıx görülür. Primer splenomeqaliya biz uşaqlarda çox görmürük açıqcası. Dalaq kistaları, dalaq absesi, splenik ven trombozu, splenik arteriya trombozu, konjestiv splenomeqaliya bunu nisbətən sıx görülə bilirik. Sirroz portal ven trombozunda dalağın primer tümörlərində görülür, rüptüründə travmalarda olur, amma uşaqlarda çox sıx görülən bir şey deyil, durum deyil. İnfeksiyalarda çox sıx görürük. Yəni bir splenomeqaliya olan xəstədə İlk başda infeksiyaları bəzən inkar eləmək məcburiyyətində qalırıq. Müxtəlif infeksiyalarda, virus infeksiyaların çoxluğunda infeksiyon mononukleozdur, infektiv endokarditdir, piyogenik infeksiyalardır, hepatitlərdir, virus infeksiyalardır, sistemegalovirusdur, HIV'dir, xronik infeksiyalarda da tüberkülözdür, sifilisdir, brucellozdur. Yəni bizim ölkə içində də çox görülən leishmaniozdur. Məsələn, sıx görülür bizdə də malyariyadır, tripanosomiyazdır, bunlar da sıx görülür. Eyni zamanda toksoplazma, fungal infeksiyalarda da sıx görülür. Bədxassəli qan xəstəliklərində təbii ki, olmazsa olmazı da splenomeqaliyalardır. ALL, PRV, ALL, T, ALL, lenfomalar, keskin mieloid leykemiyalar, Hodgkin lenfoması, non-Hodgkin və s. digər xəstəliklərdə çox sıx görülür. O yüzden yəni dalaq böyüməsi olan xəstələrdə mütləq birinci maliqnansilər ekart inkar edilməlidir. Qaraciyər xəstəliklərində də çox sıx görülür və xəstələrin bəzən həm də qaraciyər xəstəliklərində hipersplenizmə bağlı bəzən panstopeniya göründüyü üçün ilk başvuru bəzən hematoloqa ola bilir. Biliar atriziyalar, xoledok kistləri, primer sklerozan xolanjit, virus hepatitlər, otoimmun hepatitlər, ən sıx gördüyümüz daha adolesan dövrdə Wilson xəstəliyidir, alfa-1 antitripsin əksikliyidir, metabolik xəstəliklər, kistik fibroz, yəni bu siyahını saymaqla bitməz. Yəni bütün çox sayda qaraciyər xəstəliklərində, portal hipertenziyaya səbəb olan xəstəliklərdə gördüyümüz bir durumdur. Portal ven trombozu hər yaşda görülür. Yəni sıx-sıx qarşımıza çıxan, Azərbaycanda da çox sıx gördüyümüz bir durumdur. Uşaqlarda yəni hepatosplenomeqaliyanın səbəblərindən biridir. Bəzən də heç hepatomeqaliya olmaksızın elə splenomeqaliya ilə xəstə yanımıza gələ bilir. Ən çox yeni doğan dövründə göbək venası kateterizasiyası sonrasında görülür. Bəzən də koagülasyon pozğunluqlarında tromboza yatkınlıq olur. Protein SC eksikliyi kimi durumlarda. Bir də ağır dehidratasiya durumlarında bəzən kiçik yaşlı uşaqlarda portal ven trombozu görürük. Bəzən də malignansi və az sayda da qaraciyər transplantasiya sonrasında. Aynı zamanda splenomeqaliya ürək xəstəliklərində də çox görülən bir durumdur. Ürək çatışmazlığı da, aritmiyalardır, perikarditlər, miyokard infarktı, aritmogen xəstəliklər, yəni uşaqlarda anadan gəlmə inkişaf qüsurlarında da bizim sıx qarşılaşdığımız bir durumdur. Depo xəstəliklərindən ən sıx lizozomal depo xəstəliklərində görülür. Bizim də belə yəni hematologlarla və ya metabolizma ilə ortaq takib etdiyimiz xəstəliklər var. Niemann Pick'dir, Gaucher'dir, mikopolisakharidozda, glikojen depo xəstəliklərində. Glikojen depo xəstəliyi məsələn tip 4-də görə bilirik bunu. Yəni orada daha çox hepatomeqaliya olur, amma bəzən splenomeqaliya da görülə bilir. Bir də massiv splenomeqaliya var. Daha çox qan xəstəliklərində və az hallarda da depo xəstəliklərində görürük. Xəstələr ətraflı müayinə olunmalıdır. Çünki çox sayda gördüyümüz, yuxarıda da bəhs etdik, çox sayda xəstəliklərin təzahür forması ola bilər. Ona görə bir xəstə gəlirsə, çox ətraflı anamnez, fizik müayinə olunmalıdır. Tam qan sayımı, retikulosit sayımı, periferik yayma mütləq baxılmalıdır. Yəni başqa bir sistemik durum var mı deyə qaraciyər, yəni biokimya baxılmalıdır. Yəni ultrason görüntüləmədə mütləq olmazsa olmazdır ilk araşdırılan xəstənin. Qısacası anamnez, fizik müayinə laboratoriya birlikdə dəyərləndirilməlidir və anamnezdə də çox ciddi fikir vermək lazımdır. Yəni bizdə də endemik zona var. Məsələn, çox sayda hətta kiçik çocuklarda belə leishmaniya ilə qarşımıza gələn splenomeqaliya vakaları oldu. Fizik müayinədə də dalağın ölçüsüdür, digər lenf nodlarında böyümə varmı, hepatomeqaliya varmı, sarılıq, peteşiya, purpurası varmı, yəni digər sistemik əlamətlər, ürək qüsuru varmı deyə diqqətcə baxmamız lazımdır. Görüntüləmə metodlarından ən sıx baş vurduğumuz ultrases müayinəsidir, non-invazivdir, ucuzlu informativdir. Doppler eləmə imkanımız olur orada. Yəni splenomeqaliya olunca birinci görüntüləmədə mütləq Dopplerdə olunması lazım, portal ven trombozunu inkar eləmək üçün.
KT, MRT, PET çox nadir hallarda PET-ə başvurulur onkoloji xəstəliklərdə. Bir də spesifik testlərimiz var. Yəni biz splenomeqaliyanın gələn bir xəstəlikdə yəni digər sistemləri də tutduysa ehtiyac ola bilər. Məsələn, bizim qaraciyər xəstəliklərində genetik test eləyirik, qaraciyər biopsiyasıdır, bəzi enzim testləri, metabolik xəstəliklərdə, bəzi spesifik metabolik testlər eləyirik, dəri biopsiyası alırıq və ya limf nod biopsiyası bəzən lazım ola bilər. Burada qısaca bir bunun sxemidir. Splenomeqaliyaya bir xəstə başvurarsa alqoritm olaraq birinci, ikinci, üçüncü basamaqda nələrə diqqət eləmək lazımdır? Splenomeqaliya birlikdə əgər temperatur varsa mütləq infeksiyadır, malyariyadır, leishmaniya, enterik qızdırma, yəni tif dediyimiz maliqnansilər mütləq inkar olunmalıdır. Yəni eşlik eləyən, yəni bununla müşahidə eləyən mütləq digər problemlər də diqqətlə araşdırılmalıdır. Xəstədə sarılıq, anoreksiya, qusma, hematemezis, qanlı qusma, melena, qara rəngdə necisi varsa, bu daha çox qaraciyər xəstəliklərinə, sirroza, portal hipertenziyaya yönləndirir bizi. Təkrarlayan sarılığı varsa, ya qaraciyər xəstəliyi də ola bilir, hemolitik anemiyalar da ola bilir. Əgər dispini varsa, kilo almada çətinliyi varsa, bəlkə anadan gəlmə ürək qüsuru şübhəmiz olur. İnkişaf geriliyi varsa, karbohidrat, lipid depo xəstəlikləri ilk anda düşünürük. Ailə anamnezini soruşuruq. Oradan da bəzən lipid depo xəstəlikləri və ya hemolitik anemiyalara gedə bilirik. İnfeksiya dedik, malyariya, leishmaniyoz daha çox olur. Hemolitik anemiyalarda irsi sferositoz olarak var, hücreli anemiyası, talasemiyalar bizdə də çox sıx görülür. Talasemiyalar təbii ki, autoimmün hemolitik anemiyalar, qidalanma eksikliyi, dəmir defisitli anemiyadan dalaq böyüyə bilir, leykemiya və lenfomadan böyüyə bilir. Bəzən splenomektamiya olmaq zorunda qalır bəzi xəstələr, xüsusən də yəni qanla bağlı olan xəstəliklərdə. Əgər 250 ml kiloqram ildən çox qan lazım olursa, splenomektamiya olması ehtiyacı duyula bilər. O da bəzən kontrolsüz qanama, steroid və ya ivik cavabsız xronik A tiplərdə və ya son basamaq müalicələrdən fayda görmürsə, bəzən splenomektamiya olma məcburiyyətində qala bilər xəstələr. Əgər uyğulanacaqsa, az öncə də Əli abinin dediyi kimi aşılama çox önəmlidir. Pneumokok hemofilus influenza aşısı 5 yaş altında isə meningokok peyvəndi və pensilin profilaksisi çox önəmlidir. Mənim deyəcəklərim bu qədər. Sualınız varsa cavab verməyə hazıram. Diqqətiniz üçün təşəkkürlər.